Polşada Yan Kazimir adına Lvov Universitetində şərqşünaslıq ixtisasının bünövrəsini qoymuş professor Məhəmməd Sadiq bəy Ağabəyzadənin 160 illik yubiley tədbirləri keçirilib. Beynəlxalq tədbirdə general və şərqşünas alim Məhəmməd Sadiq bəy Ağabəyzadə ömrünün tədqiqatçısı olan Namaz Manafov da iştirak edib. May ayının 26-sından iyun ayının 1-nədək Polşanın Krakov və Varşava şəhərlərində keçirilən yubiley tədbirləri görkəmli şəxsiyyətin həyat və yaradıcılığından bəhs edən sərgiyə baxış, elmi nəzəri seminar və digər yubiley mərasimləri ilə tamamlanıb. Mötəbər beynəlxalq tədbirdə tədqiqatçı alim Namaz Manafovla yanaşı Azərbaycan Milli Elmlər Akademiyasının Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru professor Solmaz Rüstəmova və Azərbaycan Milli Elmlər Akademiyasının ekspert yoxlama komissiyasının sədri, tarix elmləri doktoru Zemfira Hacıyeva da təmsil olunub. Beynəlxalq tədbirdə elan olunub ki, Namaz Manafov görkəmli general və şərqşünas alimin 1904-cü ildə Türkmən dilinin qrammatikası adı ilə Aşqabadda qələmə aldığı kitabın ilkin nümunəsini Rusiya arxivlərindən taparaq Türk Xalqları Akademiyasına təqdim edilib. Bu da həmin kitabın yeni tərtibatda nəşrinə yol açıb. Və çox sevindirici haldır ki, Astanadan gələn akademik Şahin Mustafayev çıxışında qeyd elədi ki, bəli, mən Namaz müəllimin Moskvadan göndərdiyi həmən kseriksi çox nəfis şəkildə kitab halında çap etdirmişəm. Türkmən dilinin qrammatikası bu 1904-cü ildə Ağabəyzadə tərəfindən yazıldı, Sadiq bəy tərəfindən və 2025-ci ildə fikir verirsinizmi? Necə nəfis şəkildə Astanada hazırlansa da Bakıdakı Elm və Təhsil Nəşriyyat Poliqrafiya müəssisəsi tərəfindən nəşr olunmuşdu. Könül Kazımova, Rahim İbrahimoğlu bugün informasiya proqramı üçün.